3 dənə almağı. Sənə desə ki, bunlar birlikdə neçə qramdır? Üçü də bərabər ölçüdədir. Bəli. Necə eləyərsən sən? Yəni hamısı birlikdə mən biri vura, indi məsələn bir almalıyam ki 3 qramdırsa 3 vuracamsa 9 olacaq da. Ha, deməli birinin çəkisini vurasan, akıllı danışırmışım. Vuracaqsan sayına. Hı hı. Birinin çəkisini vurasan sayına. Bəli. Aha, indi. Bir saniyə üzrü say. Mama. Yox, yox. Aha. Birinin çəkisini deməli vurdum nəyə? Sayına Sayına. vurdum. Bəli. Aha. İnformasiya da belədir. Əgər söhbət mətn informasiyasından gedirsə, mətn. Deməli nə edirik? Bir simvolun həcmini vururuq ümumi simvol sayına. Əgər qrafikdən gedirsə söhbət, yəni şəkildən gedirsə söhbət, burada nə edirik artıq? Şəkildə dənə-dənə olmur. Ümumi şəkil bir hissədir də, amma onun hissələri piksellərdən ibarət olur. Yəni nöqtə-nöqtə olur. Aydındır? Bəli. Nöqtə-nöqtə olur. Ona görə də bunun ümumi nöqtə sayını. Bu da olur A vur B olur da A'nın B'yə ölçüdə olur. Nöqtə sayını yenə vururuq nəyə? Bir nöqtənin həcminə. Eyni şeyə gəlib çıxır. Əslində düzümü? Bəli. Həcmi. Deməli, indi buradan düstur çıxarsaq, mətndə belə olur. V bərabərdir. M vur I. Yəni, simvol sayı vurulsun bir simvolun miqdarı. Qrafikdə olur. M vurulsun A vur B. Aydındır. Yəni, bu da nöqtələrin sayı. A-nın B-yə qədər nöqtə olur. Bir də Və nöqtə sayı, nöqtə həcmi üçün. saniyə, sorry. Vur I. Vurulsun bir simvolun həcminə. İyi. Bəli. İndi baxaq görək mətndə necə olur. Mətndə standartlar olur. Deyirik ki, məsəl üçün, ASCII-də yazılıb. ASCII deyirsə, bir simvol 8 bitdir. Desə Unicode-da yazılıb. Bir simvol 16 bitdir. Desə ki, bir simvol, məsəl üçün 5 bitdir, x bitdir. Və yaxud da bir simvola ayrılmış informasiya miqdarı x bitdir. Sənə bitdir deyə də veribdir, filan qədər bitdir. Bəs salam elə o x-i götürsən. Bir simvol x olur. X bit olur. Desə ki, baytdır, məsəl üçün 2 baytdır. Sən nə götürəsən? 16 bit götürəsən. Aydındır. Bəli. 3 baytdır, 24 bit olacaq bir simvol. Bu Bəli. belə. Bir də ola bilər sənə əlifba ilə versin. Əlifba ilə. Bax gör, əlifba ilə deyəndə nə deməkdir? Məsəl üçün, sənə deyir ki, 32 simvollu əlifbada yazılmış. Buna müəyyən bir yer verilməlidir ki, o qədər yerdə 32 dənə kod yarada bilərsən.
Yəni 32 dənə simvol yarada bilərsən. Bax belə deyək də, məsəl üçün, bir sinifdə tutalım ki, şagirdlərə dərs demək istəyirsən, doğrudur? 10 nəfər şagirdə dərs demək istəyirsən, ən az 5 dənə parta qoymalısan da sən, düzdürmü? Bəli, 20 dənə uşaq gətirib orada otuzdura bilmərsən ki, doğru deyil də, sığmaz heç cür. Aydındır? bəli. Ona görə də e, bu əlifba kodları da belədir. Yəni 10 dənə simvola kod düzəltmək istəyirsənsə, müəyyən bir yer ayırmalısan o simvollara. İndi görək o simvollara ayrılan yer necə ayrılır? Məsəl üçün bir bit yer ayrılıbdır. Bir bit. Bir dənə yer ayırıb cəmsi. İndi i 1-dir. Deməli, bizim kompüterimiz hansı say sistemi ilə işləyirdi, Fuad? Hı? Kompüter hansı say sistemi ilə işləyir? Fuad. Buradasan? Fuad, səsin getdi. Gəlmir, bilmirəm qəs. Hərdən yoxdan da eşidirsən ya yox? Və danışıram mən görürsən. Fuad. Fuad, səssizdədir səsin. Mənim səsim gəlir indi. İndi gəlir. Mən Hara deyirdim getmiş? bayaqdan, mən Eşitmirdim. Aha. ikilik say sistemi İkilik ilə kod. işləyir. Aha. İkilik say Bilmirəm. sistemində işləyir. İkilik say sisteminin simvolları hansılardır, Fuad? Simvolları mənim 0-1. 0-la 1-dir. İndi burada məndən bir dənə yer ayrılıbsa, elə bil sənə deyirəm ki, A və N hərfindən bir rəqəmli neçə dənə söz düzəltmək olar? Mənası oldu, olmadı. Ya A deyəsən, ya N deyəsən də başqa versiya var. Yoxdur ki. Deyil. Burada da ya 1 qoyasan, ya da 0 qoyasan. 2 dənə simvol düzəldə bildi. 2 kod düzəldə bildi. Simvol deməyək, 2 kod deyək. 2 kod düzəldə bildi. 2 dənə Bəli. yer ayırsam necə olar? 0, 0, 0, 1, 1, 1, 1, 0, 0, 1, 1, 1. 1. 4 dənə müxtəlif kod düzəltdi, düzdürmü? Bəli. 3 dənə yer ayırsam 0, 0, 0, 0, 0, 1, 0, 1, 0. Ondan sonra 0, 1, 1, 1, 0, 0, 1, 1, 1, 0, 1. 0, 1, 1, 1, 1, 1, 0, 1. 0, 1. 8 dənə kod düzəltmək oldu, doğrudur? Bəli. 8 müxtəlif kod düzəltdim. Ümumiyyətlə düsturu bizə deyir ki, i-ni 1 verəndə, i-ni 1 verəndə n oldu 2. i-ni 2 verəndə n oldu 4. i-ni 3 verdim, n oldu 8. Demək ki, bu belə işləyir də, n bərabərdir 2 üstü i. 2-nin üstünə 1 qoyduq, 2 müxtəlif simvol, 2 qoyduq, 4 müxtəlif, 3 qoyduq, 8 müxtəlif simvol aldıq. Bəli. Aydındır. Bəli. Biz bu bilgini biləndən sonra qaydırıq bura. Deyir 32 simvolu əlifbada yazılıb. İndi n 32 isə deməli bizə i lazımdır axı düstur üçün. i nə olacaq? Baxın, 32. Ha, n 32 isə i nə 4. olacaq? Bir dəqiqə. 2 üstü neçə? 32-dir, Fuad. Fuad yenə getdi siz. Niyə belə gizləyirək? Mən 5, 5, 5 dedim. 5. Bəli, Nəsə i bir olacaq problem var 5. üstünün şeyində. Bəlkə başqa proqrama çıxırsan, ona görə səsi kəsir. Yox, mikrofondaydım. Bir dəqiqə şey, naşdı tıxamışam, çıxardım onu. Hə, naşıqla çox vaxt problem eləyir. Belə. İndi deməli nə oldu? Bizə əgər n verirsə, ki n-in adı nə olacaq? Ya deyəcəklər əlifba. Yəni əgər söhbət mətndən gedirsə əlifba deyəcəklər. Qrafikdən gedirsə şəkillər, rənglər əlifbada olmur, ağa hərflər əlifbada olur. Rənglər harda olur? Palitrada. Deyiləcək palitra. Bu da qrafik üçün. Və yaxud da belə söz görə bilərsən. Əlifbanın gücü. Əlifbanın gücü nə deməkdir? Yəni, bu əlifbanın gücü i5 olanda və yaxud da i məsəl üçün 9 olanda 2 üstü 9, yəni 512 kod
hazırlamağa. Kod hazırlamağa çatır. Başa düşdün? Yəni Bəli, bu əlifbanın gücü 512 koda çatır. Əlifbanın gücü 512-dir. Aydındır nənədir? bəli. Beyində oturdun. İndi gəl bir iki testə baxaq. Baxaq. Konfrans zalında qonaqların əyləşməsi üçün deyir. 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? İndi bax 180 dənə stula kod verməlisən. Ən az nə qədər götürməlisən ki 180-i sığsın içinə? N bərabərdir 2 üstü i düsturu ilə fikirləş. Bəli. Hı. Bunu Elə elə olanda müəllim. 180 stul yox, 180 kod düşün. Hə deməm, belə baxanda neçə 207 ola bilməz. 180-dən kiçik olacaq. Hı -hı. 208 olacaq. O da 180-dən çox olacaq. 256 da olacaq da. Hə də, O da bəs kifayət eləyir yenə edəcək. də, hə. Hə. Eyb Olacaq. yox, böyük olsun Fuad. Böyük olmanın problemi yoxdur, Hə, amma az bilirəm, amma balaca olmasın. olmaz. Bəli. Elə bir 20 nəfərlik sinifdə 3 nəfərə də dərs deyə bilərsən də. Elə düşün. Bəli. İndi bax. İndi 220 müxtəlif rəngli kodlaşdırma tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyinin minimal miqdarını müəyyən edin. Yenə də mən və 2 üstü i düsturunu eləyəcəyik. Böyükdür, kiçik, böyük bərabərdə eldən bu düsturla. Orada el 220 rəng eləyir. Deməli, 2 üstü 7, 128 yenə olmayacaq. 2 üstü 8, 256-dır. Bu da olacaq. Amma Cavab rəng hansı variantda? Bir dənə bax diqqətlə. 1 bayt. Əla. 3-ə. Yadındadır bu qrafik redaktorlar hansıları idi? Bəli, mənim yadımdadır. Proqramlar yadındadır. Yadımdadır. Hansılar aid deyil qrafik redaktorlara? Birinci qrafik redaktorlarda burada şey yoxdur. Olsun hələ Amma ki. Saxlayaq. ikincidə müəllim, amma orada writer var, mətn redaktorudur o. Hı -hı. Üçüncü Üçüncü. qrafikdir, o Hı necə -hı. qalsın. Dördüncü, yox, bu şey deyil. Verilənlər bazası idarə eləmək deyəsən o. Hı -hı. Beşinci də ki, yox, beşinci qrafik redaktordur. Cavab burada 2, 4 oldu. 2 ilə 4 oldu. B bəndi. Hı? Bəli, məncə. Aha. Sonra. 4. Dəqiqə 4 oxuyun. Elektrik siqnallarının rəqəmsal şəkildə çevirən qurğu necə adlanır? Hı -hı. Analog Bax, rəqəmsal. rəqəmsala çevirsin də, düzdürmü? Hə, Deməli, bəli, bəli. nədənsə rəqəmsala çevirsin. Rəqəmsaldan analoqa keçsə, analoqa keçmiş olar, düzdür? Bəli. Amma Şüadan müəllim, rəqəmsala belə bir şey yoxdur. Kompilyator nədir? Kompilyator nə idi de görüm. bir dəqiqə yadıma salam. İnterpretator var idi, kompilyator, translyator nə idi onlar? Şey, bir dəqiqə. Şey deməm, proqram kodlarını çevirən deyildi. Proqramlaşdırma alətləri gedirdi. Kompilyator bütöv çevirirdi. İnterpretator sətir-sətir. Hə, Bu da rəqəmsaldan rəqəmsala çevirmək də mümkün olmaz da. bəli. Yəni sən əliyərək belə analog rəqəmsal çeviricini tapa bilərsən demək istəyirəm. 5-ə bax. 5. 2080 bulding var, təslim 2013 bitdir. Deməli, burada deyir ki, maksimum. Yox, arkadaşlar, əlifbanın gücünü tapın. Deməli, Bu orada mən nədir? simvol sayını bit sayına vuracaqdıq da. Yox, bax bu nədir? Bir dənə deyirəm. Bu nədir? 2048 simvol nədir? Simvol sayı. Hansı hərf 213 idi? şey, M hərfi idi də, düzdür? M. M, bəli, M. 213 deyil bu. 2 vurub 24-dür. 211. 11. Aha. Həcm hansı hərf idi? Hı? İ. Bax. Yox, həcm. Yox, həcm Həcm axırda aldığımız idi. V. V. 213. Səndən nə istəyir? Hansı hərf istəyir səndən? Əlifbanın gücü hansı idi o? Əlifbanın gücünü istəyir.
O Hansıydı? k Hı? değildi. K neydi? K hardaydı? Hiç K gördük biz burada. Biz Yanmaz burada ki. K gördük. N oldu. O Yadından yadımda çıxır çıxdı. yazda bir uşağın qayda dərsləri Yazıram, olar, bir yazıram. şey olar. Var müəllim var. Hı. En, İndi en, biz N'in düsturu nətəydi? Harfli düsturu necə idi? Görün mənə. üstü iyiydi demem. N bərabərdir 2 üstü i-dir. Düzdür? Bəli, Deməli, sən N-i tapmaq üçün mütləq i-ni bilməlisən. Həcm bəli. düsturu necə idi? Həcm düsturunda en vurulsun i değildi. M Yo, vurulsun en i. vurulsun i, bəli. İndi onda i nə olacaq? 4. Bəli, 4 olacaq. I 4-düsə, N nə olacaq? En de olacaq 16. 16. Şu. Hanı cavab? A A variantı bəncə. mənə. 6. Dəqiq oxuyum. Qrafik təsvirin hər bir rəngi kimi də kodlaşdırılarsa, xaritədəki mümkün rənglərin maksimal sayı nə qədər olar? Hı -hı. Demək, mən yenə n eləyirik. Bir dəqiqə eləyim deyim sizə. N bərabərdir 2. Burada Mənə deyirəm, i32-dir. nətər yazdığını da görün nə deyirsən. Mən düstur var idi. N bərabərdir 2. Üstü 2i. M bərabərdir 2 üstü i. Bəli. Ha, buradan nə nəticəyə gəldim Fuad? Burada i tapmaq lazımdır mən. Yox. Fuad, bax bir dənə, mənə diqqətlə qulaq as. Xahiş edirəm, fikrim məndə olsun. Qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılarsa, oxu, bu cümləni oxu, 2-3 dəfə oxu, gör nə başa düşürsən, oxu. Hər bir rəngi 32 bitlə kodlaşdırılıb. Aha, sonra Hı. davamını oxu. Mümkün rənglərin sayı nə qədər ola bilər? Yox, cümləni oxumadın, ortada getdi. Bir də oxu. Paletadır değil mi? Qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılarsa, paletadakı mümkün rənglərin maksimal sayı nə qədər olar? Aha, indi səndən nəyi istədi? Məndə paletadakı mümkün rənglərin Palitranı maksimal istədi, sayı. düzdürmü? Palitranı Bəli, soruşdu. bəli. Palitra nə idi? Hansı hərf idi? İ idi. Mhm. En. En. Bəs sən nə edirsən i-ni tapmalıyıq müəllim? I-ni verib də sənə 32 bit. Bit Hadi olan bir i-dir. dəqiqə. Onda eni tapmalıyıq da biz avtomatik oradan. Hə, en nədir onda? 232. Yox. 128 7. simvol əlifbada. Həcm deyir 350 bittir. Bu məlumat 1024 simvol əlifba ilə kodlaşdırılarsa, onun informasiya həcmi nə qədər olar? 350 bitdi, 120 simvoldu, 1024 simvol əlifbada kodlaşdırır bunu. Deməli, birinci 200 i 128 i 7 olsa, dəqiqə, Əla, əla, sevindim. i7. i 7-dir. Sonra Hı -hı. simvol sayı oradan n 350-dir də orada. 350-ni 7-yə bölsə, eləcək 50 simvol. M50. Əla, möhtəşəm. Sonra. 50 simvoldur. 1024 simvol əlifbada da bir simvol şey olacaq da orada. i bizdə 2 üstü i 1024 olacaq. I də 10 olacaq. Oradan. Əla. Sonra həcm də olacaq oradan 50 vurulsun 10, o da olacaq 500 bit. Qəşəng, qəşəng. Oyanırsan yavaş-yavaş. 8. 8. Burada da işləyir programming sözünün informasiya həcmi nə qədər? 128 simvol əlifbada kodlaşdırılıb. Hı. Onda 128 yenə i7 olacaq. i7. Bir də sənə nə lazımdır? V Bir də üçün. V mənə bərabərdir. həcmdə M vur V 7. bərabərdir. En vurulsun niyə? O da deyəcək E, müəllim. Hı Proqram -hı. baxım. Proqramingdə 3, 6, 11. Hı -hı. 11-i vururuq 7-yə, eləyir 77 də. Müəllim 77 bit. Düzdür. Düzdür. Aha. Kompüter qrafikasının tətbiq sahəsi deyil. Bu sualı 100 il qaza tapa bilmərsən, çünki heç vaxt kitab açıb oxumamısan. Necə? Mən deyim. Deyirəm ki, bu sualı tapan deyilsən də, nə vaxt kitab oxumusan ki, bu sualı görəsən? Təcrübə qrafika, Həqiqi. deyim bil.
Ödəyəcəkdim də müəllim mən onu. Ha, Valla. Fuad, mən səni o qədər yaxşı tanıyıram ki. Vektor qrafik, bax bunu tap bilərsən. Bunu bilərsən. Vektor Oxuyaq. qrafikasına aid Vektor proqram qrafikasına aid müəyyənləşdirin. proqramı müəyyənləşdirin. Illustratordur, Paint, Photoshop. Şeydə müəllim, Illustrator A variantı. Bəli, nəyə görə illüstratoru seçdin? Vektor qrafikasındadır. Nəyə görə o birisləri seçmədin? Nəyinə görə? Əzbər bildiyinə görə, yoxsa hansı taktika ilə get? Əzbər bilirəm, yox. Hı? Dedim bəlkə yadında qalar ki, paint, photo, Hə. paint, photo, picture. Bu sözləri şəkil sözün gördünsə rastırdı. Hmm. Aha. Hansı proqram qrafik redaktorlara aid deyil? Hansıdır? Oracle. Nə idi Oracle? Şeydə müəllim, bir dənəsi Hı var hı. idi. Nə? Bəlkə burada dedin də nədir? İndi getdi. Ha, konkret adamdır. Şeydə qrafik redaktorlara aid deyil də müəllim. O verilənlər bazasının Bildim. şeyidir. Ay, sağ ol. İdarə Vibisdir. etməsi idi, idarə etmək idi. Bəli. 12. Deməli, raster qrafikasına aid. Hı hı. Bir dəqiqə baxım. Tux Paint müəllim, mən bilən uşaqlar üçün olan idi da. Uşaqlar üçün nədir? Elə bir şey ola bilər Yox, uşaqlar üçün. şey, Yox, uşaq üçün böyük üçün neysə səndən raster vektor soruşur. elə, onu da şey, onu birinci sayılır onda, birinci sayılır. Hı hı. Sonra Sonra. iki yox, iki sayılmır. İki mən bilən vektor idim. Hı hı. Sonra üçüncü sayılır. Hı Bir hı. də şeydir, bu image altıncı sayılır. Bəli, bax paint, paint, image sözləri seç geçsin. 1 3 6 B bəndə. 13. Baxın. ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırıla bilər? Şey, 8 oradan idi. 256. 14. Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyən edin. Student sözü, bir dəqiqə. Para düşdü. Şey, Tələs. student sözü. Unicode sistemində 2-yə vuracaq orada. 16 bit sayılacaq. Hı Deməli, hı. 7 dənə də hərf var. Onu da Hı. 16-ya vurduq, 112 eləyir də müəllim. Ha. Elə. Fuat, həmişə məntiqi yanaş. Sən bilirsən ki, bu nağdı 2 bayt. 7 bayt ola bilməz, düzdürmü? 7 megabayt da çox böyükdür, bu da olmaz. 14 bayt 14 bit deyil də, bunu da rahat bilirsən, düzdürmü? Bəli, 7-yə də 16-ya vursan 100 alınmaz da heç cür. bəli, o da onu ayırır. Yəni baxanda 112 özün göstərir ki, burada bir dənə 112 ola bilər. Yəni vura bilməsən də orada bir həyəcan keçirsən. Onu bilmə taktiklə eləyə bilərsən. Nəsə 15. 15 asandır. Deməli, 15 16. olsun. Tamam, keçək 16-ya. 224 sayda müxtəlif rəngə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarını müəyyən edin deyir. Deməli, mən 24 deyil bu. Bəli. 24 da. 17. 17-də. Bir dənə önə Deməli, deyir. getməmiş mən sənə yaxşı görəndə deyərəm. Heç nə getdi, heç bir şey. Tamam. Şəklə gələndə deyərəm buranı yaz. Tamam. Kod uzunluğu 3 elementdən ibarətdir. Hı. Elementlərin hər biri deyir 2 müxtəlif qiymət alarsa, kodların maksimal sayını müəyyən edin. Hı. Onda mən 3 dənə şey var, 2 dənə müxtəlif, 2 üstü 3 olacaq, o dedi 8. Düzdür. 18. Deməli 18. Deyir ki, kod uzunluğu 3 elementdən ibarət. Bu elementlərin hər biri 5 müxtəlif qiymət alırsa, kodların maksimal sayını müəyyən edin. Yenə 5 üstü 3 olacaq, o da eləyəcək Hı. 125 deməli. Hı hı. Sonra 19. 19. Deməli, rənglərin Və maksimal 3 bit sayı neçə gördün. olur? Rəng Bəli, dərinliyi 3 bit olar. rənglərin Yəni onda i olacaq. 3 bitdir. Elə 3 bitsə, deməli orada olacaq 8-də. Hı hı. 20.
Deməli, verilmiş mətnin 32 simvolu bir əlifbada kodlaşdırıla bilərək 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. Deməli, 32 simvol deməli 2 üstü 5 idi. Yəni i orada 5-ə bərabər idi. İndi bizdən də oradan avtomatik olaraq V qaçıq nədir? olmalıdır. O da 40-dır. 40-da 5-ə böləcəyik 8 olacaq. O da Aha, eləyəcək oradan notebook sözü. Elə düzdür. 21. 21 21 Hasan. eləməyək. Yox, 22-də getdi. 23-ə bax. Dəqiqə baxın. Deyir ki, Çatdıraq mən da bir verim. dəqiqə sənin ürəyin gedə bilər, başın hərlənə bilər, nə bilim. Yox, amma 5 Təcili lazım biraz. dərsin çıxa bilər, Yaxşı, bir işıq dəqiqə sönə baxın. bilər. Tez yazaq bunu sənin Megabaytla tapmışıq. qoşdular, əməyib yox. Verilmiş cədvəl fraqmentin əsasında informatika sözünün şifrəsini müəyyən edin. Deməli, bir, bundan yazın bunu bir dəqiqə. 22, o da Kamil dərsə baxırsansa əgər videoya, hal-hazırda baxdığın dəqiqə ilə saniyəni alta yazarsan. Və Fuad sənə öyrəndiyim texnikalardır görsən. Hə, buradan de. da ki, yaxşı fikirdir. Mən bir də axırda yazarsın senin. Aha. Deməli, məncə orada olacaq müəllim. Araz sən də 432, baxsan yaz. Aha. 78, 19, C variantı. Qoydun yerinə də i, Bəli. sonra N, n, sonra F, f, O, aha. O. Nida 3, 4, o nədir? 2. Nida yox, müəllim. Nida 3 4 yox, 4 3. Nida Nida i, 4 n, 3. 4, Nida 4, O f birisi 3. 3, Sonra o 7. 2, 4, 3, 2, budur da elə C'dir ancaq. 4 3 7 8 1 9 Nida 6 1. Aha. 24 yenə gəldi. Raster qrafikasının redaktorlarını seçin. Birinci rasterdir. Aha. İkinci deyil. Üçüncü rasterdir. Sonra bir də mən 6-cıdır mən bilən raster. Aha. Ancaq o. 25. 25-in nə deyir bizə? Raster qrafikası faylların arasındadır. Faylların uzantısını müəyyən edin. Deməli, uzantısı Ümumiyyətlə müəyyən. hansı qrafik deyil? Hələ rastıra fikirləşmə. Hansı qrafik deyil? PNG Gör. qrafik deyil. Başım batmasın sənin. Ən lazımından başladım. Yox, yox, onu Bir də demirəm ki, bax. mən Bir gördüklərinə bax da bu əsas məsələ nə görsən burada? Bax, hansı variantları çıxaq buradan tez-tez. Penegidən başladım. yox, onu demirəm bir dəqiqə. D-ni çıxaq, E-ni çıxaq. Bunu niyə çıxdın? GIF Bir dəqiqə mən. qrafikdir. GIF qrafik də heç. TIFF də qrafikdir. Hı. Bu nədir bəs? Cədvəldə mənim Excel formatda olan. Cədvəl, ay sağ ol. Ona görə çıxdım doğrusu. Aha, BMP nədir? BMP şeydir, bir dəqiqə. Yadımdan çıxdı onun adı. Qrafikdir. Qrafik də heç. PNG nədir? Bax, G Şəkil. hərfini görsən, bu da bax, MPG-dən başqa MPG. Hansını da görsən, bil ki, G hərfi görəndə bu qrafik olur adətən. Aha, PPT nədir? PPT Hə, təqdimat idi mənim PowerPoint. hə, deməli bu da getdi. İndi Y-yə bax, JPG, TIFF, DOC. Doc elə oradan müəllim mətndə çıxırıq. Hə. GIF, TIFF, BMP. O qalsın. PNG, BMPG, AVI. Onlar video formatlıdır, MPG-nin avi. Hə, PNG düzdür. Sən burada 3 dənəsindən ikisi videodur, PNG-ni deyirsən. Mən MPG o ilə AVI çaşdığını o birisini videodur. deyirdim. Bəli, bəli. Bəli, C var variant. 26. Bir dəqiqə. Musiqi alətlərindən çıxan səslər, Səs hansı faylı fayl deyir yox. də, yəni səs faylı demək istəyirsən. Hə, hansı səs faylında saxlanılır, onu demək Hı. istəyir. Bir dəqiqə baxım, diqqət. MIDI bir şey. MIDI. Bəli. RGB modelində hansı rənglər var? Hə, bir də bunlar sənə deyim təzədən. Göy, yaşıl, qırmızı. Bəli. Yox, ümumiyyətlə rənglər deyəsiyəm sənə.
Bax, Tamam. bayaq biz mətni dedik də, dedik mətn informasiyasında, mətndə hansı standartlar var idi? ASC, Unicode. Unicode. Bir də Hartley ilə tapmaq olurdu, düzdürmü? Bəli. Qrafik də yenə bir Hartley ilə tapılırdı. Aha. Bir də digər standartlar var. İndi baxaq, birinci standartımız RGB-dir. RGB. 3 dənə rəng var da, dedin də qırmızı, Gördüm, yaşıl, çok mavi, etmez o. düzdürmü? Hı Hər hı. rəng 1 baytdır elə bil ki. 1 bayt, 1 bayt, 1 bayt, 3 bayt edir. 3 bayt neçə bitdir? 24. 24 bit. Oldu. I bərabərdir 24. M bərabərdir 224. İndi ikincisi CMYK. Cyan, Magellan, Yellow, Black hərfləridir. Black'ın axırıncı hərfidir. Çünki burada B-ni buluya işlədiblər. Hı hı. CMYK. 4 dənə rəngdirsə, indi də görüm i nə olar? Bitti 4. Neçə? 4 tərsi müəllim. 4 Bir rəngdir elə bil dəqiqə. ki, hə. Nə çox fikirləşdim. İncə dedim 3 rəngdir, biri 1 bayt. 4. Biri Oldu 1 3 baytsa bayt. müəllim. 3 bayt da müəllim. İndi burada neçə bayt olacaq? 4. 4 bayt. Deməli, i nə olacaq? Bitti 4. O da eləcək. Hı? 4 bayt neçə bitdi? 32 deməm dedim axı. 32 dedim 32. 32 bit eşitmədim mən səni. Aha, Müəllim 32 bilirsən bit. sən. Aha. High color. Bunu da belə yadına saxla. 2 dənə sözdür. Elə fikirləş. 2 bayt. Bunu da belə fikirləş, yadına saxla. 2 bayt. Bu da olur 16 bit. I bərabərdir 16, M bərabərdir 2 üstü 16. Bir də RGB ilə bağlı bilməli olduğum bir şey var. True color sözü çıxır. True color. True color əslində RGB deməkdir. Başa düşdün? Yəni bu da 24 bitdir. Həqiqi rənglər paytrası. RGB-nin yerinə işlənir. Necə? Bax, CMYK desən də, siyan rəngi təbiətdə gördüyümüz rəng deyil də, düzdürmü? Bəli. Magellan. Məsələn, siyan rəng şeydə Tiffany rəngi. Tiffany rəngi bildin Bilirəm. nədir? Bilirəm, bilirəm. Belə açıq yaşıl, turkuaz deyə tüklər. Mən göstərmişdim əslində rəngi. Ay, sağ ol, abı rəngi. O Bəli. rəng təbiətdə rastlaşdığımız bir rəng olmurdu adətən, düzdürmü yəni? Bəli. Təbiətdə göy görsən, qırmızı, yaşıl daha çox. Yəni natural rənglər bunlardır da. Bu sonradan hazırlanma rənglərdən. Bütün rənglər bu üçündən hazırlanır. Ona görə də buna həqiqi rənglər paytrası deyirlər, true color-da. Bir dənə də qaldı təkcə monoxrom. Monoxrom. Monoxromda da bax mono. Mono nə demək? Tək. Xromda rəng, bir rəngli. Yəni bir dənə rəngi var. Bir dənə rəng ağ, qara rəng sayılmır da. Adətən qara heç bir şeyin olmamağıdır. Yəni rəng siqnalı ötürmür qara rəng. Bir şey yoxdursa qara sayılır. Varsa ağdır elə bir ki 1-0 kimi fikirləş. Yəni monoxrom da 2 rəng olur. Nə olur o zaman? I nə olur? I 1 olur, M bərabərdə 2 olur. Yəni 1 bit olur. Bəli. Aydındır, mono sözündən yadında saxla Bəli. onda. Deməli bunları dedim sənə təkrar. İndi RGB-ni bildin. Hı -hı. 28, sən də bax. 28-ə baxım. Ağ-qara rastır təsvirinin informasiya həcmi 512 bayt olası təsvirdəki piksel sayını müəyyən edin. 2 rəngdən. Yəni baxım. Nə deyir? Nəyə Ağ-qara baxırsan? 512-dirsə müəllim. 1 bit yer tutacaq da onda. 2 üstü i. O da necə 1 bit. Səndən nə istəyir? Ağ qaradır. İ nə oldu? İ mən 1. 1 bit 2. oldu. 2. Aha, o da necə 1. Yo, N2'dir. İ 1'dir. Bəli. N2'dir. 2 dənə rəng ola bilər də. Ağ, qara. İ 1'dir. Bəli. N2 onda İ 1 olur. Hı -hı. Həcm nədir? V. 512 bayt deyir. Yəni 512 bayt deyəndə 512 baytla fikirləşməsin də sən bitlə fikirləşəsən. Bitlə 512 vur fikirləşəcəm. 8. 8 olacaq 4096 bit. Aha. İndi onda deyir A vur B neçə olar? 4096. 30-cu suala bax. Rama 30 keçdik.
Say sistemində. Hə, Aha. səsdən, tamam. Qrafik təsvir deyir, o da saat barədə hazırlanıb. Hı. Aha. Müxtəlif rənglərin sayı 250 dəfə azaldırsa, qrafik təsvirin həcmi necə dəyişəcək? Bu 250 dəfə azaldanda onda 4096 rəngi 3 onda dəfə, iynə olacaq. 3 dəfə azaldacaq. İ olacaq 12. Burada nə olacaq? 2. 4096-nı 256-ya böləndə. Bu 2 üstü 12-də 2 üstü 12 bölünsün 2 üstü 8. Nə 3 edir? dəfə. 2 üstü 4. Hə, i də olur 3. 3. 3 dəfə azaldacaq. Yox. 2 üstü Hə. 4 olur. 4. i olur 4. Aha, birinci 12 idi, ikinci 4, 3 dəfə azaldı. Başa düşdündə niyə? Yəqin ki, Bəli, atmadım. müəllim. Bəli, bəli, Ümidvaram ki. bəli. Aha, 31. 31-ə baxaq. Deməli, deyir ki, səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi ölçəndən sonra səhifədəki informasiya həcmindən 3 dəfə azdır. 3 dəfə azdır. İkinci və üçüncü səhifədə necə simvol var, ünlü kodlaşdırma sistemində. Bir daha bunu yazım da mən. Nə başa düşürsən? Birinci mən başa düşdüyüm de sonra. Birinci səhifənin həcmini tapmalıyıq. O da x götürsə, x bayt kimi də. Hı. Yox, Sonra yox, sualda nə deyir? Bir dənə o mənə hə, zəhmət ümumiyyətlə olmasa sual deyir. 3 səhifədən ibarət olan informasiya həcmidir. Bunun da cəmi 2600 baytdır. 3 dənə səhifə bir yerdə 2600 baytdır. Bəli, Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, düzdür? bəli. Birinci, üstəgəl ikinci, üstəgəl üçüncü, bir yerdə neçədir? 2600 bayt. Bunu başa düşdük buradan. Aha, sonra Evet, nə deyir? sonra deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən gələn səhifədəki informasiyanın 3 dəfə azdır. Hı -hı. Deyir, ikinci səhifədə necə simvol var, Unicode kodlaşdırma sistemində deyir. 3 dəfə azdır, Hı mən biri olacaq məsələn x, 3x, 9x də belə olacaq. -hı. İndi mən onlar da bərabər eləsə 2600-ə, o da ümumiyyətlə eləyəcək 13x, düzdür? Aha, 13x-də böləndə 2613 belə. sayıdan eləyəcək x bərabərdir 200 bayt. O birisi səhifə 3x olduğuna görə eləyəcək 600, o birisi 9-u eləyəcək 1800. Hı -hı. Oradan da indi bizdən Unicode sistemində istəyir də bir simvol 2 bayt daxı bizdə. Hı -hı. Onu da ikisini 600 ilə 1800 almışdıq. Onları da 2-yə böləcəyik. 300, 900, düzdür. Hətta 300 900 o C variantı olacaq. Aha, düzdür. Göreyim. Düzdür. Davam edək. 32. 32. Aha. Deməli, 256 rəng sayılı paletrada ölçüsü 256 512 pikselə bərabər təsvir hazırlanmışdır. Dəqiq hazırlanmışdır. Bu təsvirdəki rəng çalarlarını 16 endişə həcm dəyişək. Hı -hı. Bir dənə də oxuyum, bir də icazə verin. Tam boş. Belə olacaq da müəllim. N bərabərdir yazsaq, Hı -hı. birinci N1 amma. Çünki orada deyir, axı birinci deyir, o hazırlanmışdır. Oradan 256 versək, eləyəcək 208. Birinci i1 onda olacaq 8. Hı -hı. Sonra amma orada İlki nə 16 ilə olacaq? endirir. i2 olacaq onda müəllim, 4. Orada Əməlli 2 dəfə başlı azaldacaq. bilirmişsən, ne görsən Fuad. Mən prosta dərsə gələndə kimi oldum ona görə. Səhər-səhər. Onluq deyil Fuad. Diqqətin çox yayılır. Hədsiz diqqət yayınıqlığın var. Səndən ancaq tet-a-tet belə başa düşürəm ki, qəbula qədər hər dəfə bu 14 dənə mövzunu sən hamısını sənə bir-bir keçəm gərək təkmə. 33. Buyur. 33. 16 simvollu əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu, o yazıb bunları olsa, kodlaşdırılan sözü müəyyən edin. 4-4 götürəcəyik, dördlük qruplara böləcəyik də müəllim burada. Hı hı. Bölək deməli. Birincisi, elə bölək bir dəqiqə.
Simvol say da. Niyə ki? Neçə simvol var? 6. 6 dənə. Bunlar Bəli. getdi də onda. 6 dənə qalıb. Sellərlə Sellər ləzzət qaldı. ləzzətdir. Bəli. İndi bax gör bu ikisini nə ilə ayıra bilərsən sən? Sellərlə ləzzətdə. Hansı nə deyirdilər ona? Söz yadımdan çıxdı. Söz yadımdan çıxdı. Simmetriya. Hansı simmetriya var burada? Şey deməliyəm bir dəqiqə. İki dənə eyni şey var. Ya LL'dir ya da ZZ'dir. Başqa? Onsuz da ikisində də hillərdə təkrar hərflər. Sonra məsələn ləzzətdə 2 dənə ə var, Ay sağ ol. amma yoxdur Aid filmdə o. edə biləcəyin hissə budur. Bax, Hə, bunda o iki dənəsi təkrardır, yoxdur amma bunda obisi. təkrar deyil. Bəli. Hı. İndi baxaq onda. Biz sən hara baxmalıyıq onda? İkinci dördündə. İkinciyə baxacaq. Ha, Burada bura ikincidə 10 baxacağıq. ondur, burada amma 1100-dür. Uyğun deyil, cavab sellərdir. Bəli. 34. Deməli 34. Bir dəqiqə. Deməli raster görüntünün çevrilməsi zamanın ümrənc çaları 496-dan 8-ə dəyişdirildi. İnformasiyanın həcmi deyir necə dəyişər? Hı? N1 birinci olsa 4096 Hə. bir dəqiqə. 4096 olsa, indi Bayaqda neçəsini yazmısan da bundan? iyi olacaq 12 bit. Hı hı. İyi 12 bit olacaq müəllim. Sonra rəng sayı o birisinə keçəndə n bərabər 8 olacaq. İ oradan bərabərdir 3 bitə. Hı hı. 4 dəfə azaldı. Düzdür. 35. Mətn faylının hər səhifəsində 32 sətr və hər sətirdə 64 simvol var. 80 səhifədən ibarət olan bu fayl ASCII kodlaşdırmada yazılıbsa, onun həcmini kilobaytla müəyyən edin. İndi bax, sənə Birinci. simvol sayı lazımdır. Sən bayaq alma söhbəti var idi. Bəli. Sən fikirləş ki, sənə desə ki, yeşiklər var. Məsəl üçün, 2 dənə yeşik var. Hərəsinin içində 3 dənə sıra ilə düzülüb almalar. Hı? Hər sırada da 10 dənə alma var. Düzdür? Bəli. Ümumi neçə alma var? Sən bu simvolları say üçün neynəyəsən? Nə veribsə, 3 sıra, vur 2 qutu, vur hərəsində 10 dənə alma. Nə edəcəkdir? Sənin emini verəcək və vurasdan bir dənəsinin həcminə. Başa düşdün? Eyni Bəli. şeydir. Simvol deyəndə uşaq tam başa düşmür, alma deyəndə okey olur. Hə, indi Yəqin fikirləş. azaltımda düşür. İndi Dəqiqə fikirləş. çıxır. Tamam. Onda bizə cəmi simvol sayı lazımdır Hə, ilk indi olaraq. simvol sayını tap, vur i-yə. Bir dəqiqə. 215 olsa 5 vurulsun 215 olacaqdır simvol. ASCII-də də bir 32 dənə simvol. sətirdir, 2 üstü 5, Bəli, 64 2 üstü dənə 5. simvol var hər sətirdə. 2 üstü 6, 80 dənə də səhifə var. Bu sənin Bəli, simvol 2 üstü sayındır. 4. O da İndi 5 bir olsun. simvolun nə qədərdir? Bir simvolun 1 baytdır, çünki ASCII-dədir. Aha, 1 baytdır. 1. Aha, sonra nə edirik? Sonra Deyək ki, ümumi həcm, kilobaytla müəyyən et. bəli, kilobaytla müəyyən etmək Neçəyə lazımdır. bölməlisən onda? Onda mən 2 üstü ona. Bəli. Çünki buranı baytla götürmə. Buranı bit götürsən 213-ə bölməli olacaqdın. Burada 8 bitə vursaydın, buranı gələ 213 götürərdin. Bəli, Amma buranı bayt götürsə, buranı da bayt götürəsən. Eyni bəli. olmalı. Hı -hı. Onda mən də Bundan bu getdi. Hı -hı. Qaldı burada 2. 2 vur 80-də 160. Bəli, 160. 36-nı yazın da. 36. Mətnin hər səhifəsində 32 sətir və hər sətirdə 64 simvol var. 80 səhifədən ibarət olan bu fayl Unicode kodlaşdırmasında yazılıbsa, onun həcmini kilobaytla müəyyən edin.
Unicode'da bir simvol ilk öncə 2 Bayaqkin eynisidir. Bayaqkin bəli. eynisidir. Bir dənə prosto burada ASC idi. Burada Burada Unicode. Unicode'dur. Onda nə E, olacaq? 2 bayt olacaq. Cavab nə olar? Bir baxa cavabı fikirləş. Cavab birbaşa 120. 320. 37. 37 deyək müəllim. Ölçüsü 256 olsun, 256 piksel olan qrafik təsvir 216 sadə rəngdə kodlaşdırılıb. Bu təsvirin həcmi kilobaytda tapın. Hı. Deməli, Qrafik 256, təsvirin həcm 256, düsturu nə idi? V bərabər nəyə? 2 v bərabər idi. Mən m vurulsun i. Yox, qrafik təsvir. Yox, A qrafik vur A B vurulsun, vur B I. vurulsun i. Hə. Mən bildim, hə. Onda Üstə də müəllim, qoy yeni. Hə. onda 208, 208 olacaq. M 216 olacaq. 16 bit olacaq orada da. 200 i. Hı. Sonra 216-nı 16 bitə vuracağam. O da eləyəcək 217 bayt. Son 7 bayt nə idi? Yox, yox, bir Hə, dəqiqə. niyə sən ki bayta çevir? Kilobayta çevir də bir dəfəlik. Promo yanda. Hə, kilobayta çevirincə Kilobayta bölürsən. 200, onda orada 207 qalacaq da müəllim. Üstü 210, 13, hə, 3, bəli. 207. 207-yi 128 kilobayt eləyəcək. O da A variantı eləyəcək. Bəli. Yəni qaldırın yuxarı. 8. Ölçüsü Şimdi içəcən 128 də bu. olsun. Saniye bakalım yok ne kadardı? 70, 86, 110, Maşallah. 123'e kadardı. Bu sayfanı kurtaraq səndən onda. Gələn neçə hardadır? Harda Deməli, qalmışdıq? Hə. 38. 40-a qədər yazaq ki, də konkret yer olsun. Gələn dəfə də 40-dan o tərəfə işləyək. Amma yadında saxla. Bax 40-ı yadda saxla Narahat ki, olmayın, bunların yadında tərəfdən gələn saxlayacağım. dəfə işləyək. Aha, Boşda 38. narahat olmayın. Hı. Bir dəqiqə dedim, ölçüsü demək 128 deyir. Mənim başqa dərsim var, ona görə çıxmalıyam. Hı. Bildim, problem deyil, sınava da hazırlığım var. Bu təsvirin dəyişiklik parçasında ən çox neçə rəng ola bilər? 128 isə 207 vursa 207 olacaq, 214 piksel olacaq. Orada 14. həcm deməli orada kilobayt. Kilobaytı bitə çevirməyin, bayta çevirmə mənası var, yoxsa bitə Var, çevirmə var. mənası var. Fərqli Onda bitə mən çevir. Aha, bit bitə olmalıdır. çevirməm. Tamam. 215 olsa, yox, bir dəqiqə, 205 vurulsun 210 olacaq. Bayta çevirin birini, sonra da bitə çevirim də. Oradan Ha, 215 bayt qalacaq. Sonra 215 baytı çevirməliyik bitə. Ona görə də 12 üstə vuracağıq. O da eləcək 218 bit. ha. Düz dedim. Nə aldın? İyini nə aldıq? 16. 16 aldıq. Səndən nə soruşur? Məndən deyir eni tapaq. O da elə 216 olacaq da müəllim. Bəli. 39. A ölçüsü A vurulsun B piksel olan monoxrom rəngli raster qrafik təsvirinin informasiya həcmi 2 kilobayt olarsa, A vurulsun B hasilini müəyyən edin. A vurulsun B hasilini müəyyən edin. Deməli, ağ-qara iki Aha. rəngdən ibarətdir də bizim bildiyimiz kimi. Qaradsa i1 onsuz. İyinin bir A təsiri yoxdur. yoxdur B. Elə onda A vur B 2 kilobaytdır da. İndi 2 Hə, kilobayt neçə bit eləyir onu fikirləş. 2 vurulsun. mən 2 vurulsun 2 üstü 1024 13 bayt. eləyir də. 2 O üstü da 14 eləyir. 314 edir, ha, heç problem Sən avtomatik. baxmalısan ki, bunlardan hansı 2 üstü 14 eləyir variantlardan. 256 ilə 64. 8, 6 düzdür. 40-a da bax. Deməli, Turkoro Monster RGB rejimində hazırlanmış qrafik təsvir ölçüsü 256 vurulsun 512 pikseldir. Qrafik təsvirin informasiya həcmini kilobaytla müəyyən edin. Rukalada i nə idi? Turkalarda i, Hı-hı. Feydən müəllim, 24 bit. 24. Aha. İndi A vur B nədir? Budur. Bəli. O 24 deyəcək vurulsun 2 üstü 208 8 vur vurulsun 2 üstü 209. 9. O Aynen. deyəcək İndi 217 piksel. neçəyə bölməliydik? Boş ver 2 üstü 17-ni. Neçəyə bölməli 2 kilobaytı? Axırda bölərsən. 210. 2 üstü 10 niyə bu bitdi axı? Hə, bit diyor bir dəqiqə. Bunu yazaydın 3 onda 3 bayt. Bunu 2 Hı. üstü 10'a böləydin. Yaxşı gəl belə eləyək. Hesabla.
Onda o olacaq müəllim. 207-dir. 3 qalacaq. 128-dir. Onu vuranda 3-ə. 384. Bəli, belə. Bugünlük dərsimiz bu qədər. Fuad. Oldu mənim. Məncə axırlara yaxın yaxşı effekt verirdi səndə. Hı. Çalış. Əgər eləyə bilsən, çatdıra bilsənsən, bacarsan. Lap elə bil bir səhifəni, 2 səhifəni özün yaz. Yaz da, yəni yaza bildiyin qədər yaz. Yazaram. Suallarına baxaq, sonra davamı yazaq. Oldu. Oldu. Mən bəs dünən işlətdiyiniz şeyi sınağı işləyim mən evdə. Onu valideyninə atmışdım da sən, hə, işlə, yanında dursun kimsə elə işlət. Narahat olmayın, anamın yanında oturub işləyərəm, problem deyil. Oldu, sağ ol. Sağ ol. Oldu, mənim çox sağ olun. Sağ ol.